Bazar gününə olan hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Lent AZ-da verilən xəbərə görə sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək. Havanın temperaturu gecə 7-9 isti, gündüz 12-15 isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80, gündüz 60-65 olacaq. Azərbaycanın rayonlarında havanın bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısa müddətli leysan xarakterli olacağı. Dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var, gündüz yağıntıda fasilə olacaq. Gecə və səhər arabir duman olacaq. Mülayim qərb əsəcək. Havanın temperaturu gecə 5-9 isti, gündüz 14-18 isti, dağlarda gecə 3 şaxtadan 2 isti, gündüz 5-10 isti olacaq.